Deməli, Bismillah, başlayırıq təkrara. 22 dənə qapalı sual olur. Blok imtahanda neçə dənə qapalı sual olur? 22 dənə olur. Artıq neçə dənə olur? 4 dənə. Uyğunlaşdırmaq olur neçə dənə? 2 dənə. Birinci qruplarda 3 dənə ətraflı yazı tələb olan sual olur. Biri ispat olur, ikisi 2 normal sual, bir dənə ispat. İkinci qrupda isə uşaqlar yenə 3 dənə sual olur. Situasiya. İmtihamız üçün bunu izah edəcəm. Sonra faktları ayrı bir dəfə tapşırıq verəcəm. Situasiya tiplərdə bir dəfə verilmiş olacaq. İndi keçək. Deməli, birinci sualda deyil, usta gün ərzində 70 detal, şagirdi isə 30 detal hazırlamalıdır. Usta plan 110%, şagirdi isə 80% yerinə yetirmişdir. Planın birlikdə neçə faiz yerinə yetirdiyini tapır. Bu sadə faizdir. Bu da biləcəyimiz birinci usta əgər 70 detal hazırlayırsa, bilməlidir ki, ilkin faiz 100%'dir. 70 detal hazırlamalıysa 100% yerinə yetirməlidir. Amma bu 110% yerinə yetirir. Onda iki qədər detal hazırdır. Şagirdi isə 30 detal hazırlamalıydı. Və kişi 100% yerinə yetirəcəkdir. Əgər tam yerinə yetirsəydi. Şagirdi isə 80% iş yerinə yetirir. Görək, məsələn, ümumilikdə ikisi birlikdə 150 detal hazırlamalıydı. İkisi birlikdə neçə detal hazırlamalıydı? 100 detal hazırlamalıydı ki, bu da 100%'dir. Necə bunlar nəyə daha azdır? Çarpaz vurup bölsəm, bu faizlər bilirik, gedir, sıfırlar gedir, bu sıfırla da bu sıfır gedir. Deməli, usta 77 dənə detal hazırlayır. 77 dənə detal hazırlayır. Şagirdi isə 24 dənə detal hazırlayır. Ümumilikdə ikisi bir yerlikdə 24, 77. Neçə detal hazırlanır? 101 detalı kişi neçə faiz yerinə yetirir? Buradan ikisi tapanda görəcəm ki, 101%. Deməli, bizdən soruşur ki, planın birlikdə neçə faiz yerinə 101% yerinə yetirirlər. 1% artıq iş görürlər. Davamımız oldu və B variantı. Keçək növbəti ikinci suala. Deməli nədir? Deməli ikinci sualda 3 sin kvadratı 2, üstəgəl 4 sin 7 bərabərdir 0. Deməli burada sən nəyi bilməlisən? Bilməlisən bu tənliklərdə ax kvadratı üstəgəl b2 üstəgəl 3 bərabərdir 0. Biz bunu bilməlisən. Bir də xüsusi al. Bu da indi sinus x'dir. Sinus x sıfırdan alır, birdən alır, mənfi birdən alır. Biz də bunu demişdik ki, əgər əmsallar cəmi a plus b plus c 0 olursa, bir kökümüz nə idi? Bir kökümüz c bölüsün a. Ya da diskriminasyon tapası. Sizə necə rahatdır? Deməli, burada nə edirəm? Uşaqlar. Sinus x-də bir dənə nə deyirəm? Sinus x-də bir dənə t deyirəm. Deməli olacaq 3t kvadratı üstəgəl 4t 7 bərabərdir 0. Əmsallar cəmi üstə 4 gələndə 7, 7-nin üstə də mənfi edəndə 0. Ya da diskriminasyon tapsan eyni şeydir. Bir kökümüz oldu 1 kökümüz oldu mənfi 7 böl 3. Deməli, şəkillər. Sinus x-i bir dəfə nəyə bərabər edəcəm? Əvəz eləmə eləmişəm. Sinus x-i bir dəfə bərabər edəcəm nəyə? 1-ə. X-də 1 nədə alır? Pi bölünsün 2, üstəgəl 2 pi xanə. Deyir ki, amma burada bunu mırxa verməyib də, bax bu şərtdir. 0 pi parçasına daxil olan kökünü tapın.
Deməli, aparıb bir dəfə nə verəcəm? Bir dəfə 0 verirəm, bir dəfə elə bir dənə 0 verəndə k-nı 0, ta bilirsiniz, tam ədəddir, bir dəfə 0 verirsəm, elə olacaq üstümüzdən pi böl 2. Deməli, bir dənə qiyməti bu olacaq bu aralıqda. Bir də nəyə bərabər edəcəm? Sinüs x-i. Sinüs x bərabərdir, mənfi 7-də 3, mənfi 3-də 7. Bu da mənfi 2 tam 3-də 1 olduğuna görə, biz də bir ki, sinüsdən böyük qiyməti 1, ən kiçik qiyməti mənfi 1 olduğuna görə bu qiymət alınır. Cavabımız olacaq nə? A variantı pi bölü 2. Keçək növbəti 3-cü suala. Aha, bunu bilmək üçün nəyi bilmək lazımdır şagird? Bunu bilmək üçün dairə. Dairənin sahəsi nədir? S bərabərdir pi e kvadratı. Deyək ki, dairənin mərkəzindən uzunluq 8 cm olan perpendikullar qaldırılmışdır. Bax, bu dairədir. Bunun mərkəzindən dairənin uzunluğu 8 cm olan bu perpendikullar qaldırılmışdır. Dairənin sahəsi 225 pi cm. Dairənin sahəsi ki, S bərabərdir pi e kvadratı. Bizə bir ki, pi e kvadratı deyil, 225 pidirsə, 225 pidirsə, e kvadratı bərabər 225, e də bərabər nəyə? 5-ə, 15-ə. Deməli, bu 8-dir, bu da oldu 15-dir. Sonra deyir ki, perpendikulyarın uz nöqtəsi ilə çevrənin nöqtələri arasındakı məsafəni tapın. Yəni, buradan bütün çevrəyə çəkilən toxunanlar nədir hamısı? Hamısı burada, burada çəkilən bütün toxunanlar nədir? Bərabərdir. Deməli, burada x desəm, sağ bu rəqətlə də yaza bilərsən. X-in kvadratı 8-in kvadratı ilə 15-in kvadratı. X kvadratı bərabər 64 üstəgəlir 225. X kvadratı bərabərdir 289. X də bərabərdir 17. Deməli, cavabımız olacaq nə? 17. C variantı. Keçək növbəti 4-cü suala. Törəməni seçmişik, bilirsiniz. S eşittir x bərabərdir 5 düşür qabağına eşittir 4 xısın 2. Biz törəməsini tap. Apar yerinə nə qoy? Mənfi 1 qoy. 5 vurulsun. Mənfi 1-in üstü 4 xısın 2 vurulsun. Mənfi 1. Mənfi 1-in üstü 4. 1 vur 5. Üstəcək 2. 5-in seçkənində 7. İnşallah ki, bu hesab var. C var. Sonra növbəti 5-ci sual. Ədədləri arasında doğru münasibətləri göstərir. Demişdir ki, dərəcələri müxtəlif olan kökaltı ifadələri müqayisə etdikdə dərəcələrini bərabərləşdirmək lazımdır. Burada bunun dərəcəsi 5-dir, bunun dərəcəsi 3-dür, bunun dərəcəsi 15-dir. Hamısını nə edəcəm? A bərabərdir 15-ci dərəcədən. Bu da 6-ın üstünə 3. Bu da olacaq 15-ci dərəcədən. 6-nın kubu 216. Sonra B bərabərdir. 6-cı dərəcədən yazsam 15-ci dərəcədən hamısını 15 edəcəm. 15-ci dərəcədən 3-ün üstü 5. Bu da bərabərdir. 15-ci dərəcədən 3-ün üstü 5 243. Birimizi tapsam elə 15-ci dərəcədən 250-dir. Hansı böyükdür? 216, 240, 250. Deməli, A ən küçüğüdür, B'miz ondan küçüktür, C'miz də hamısından böyükdür. Cavabımız oldu bu. C böyükdür. Elə A variantı mı olur? A variantı. Sonra 6-cı sual. Deməli, burada nəyi bilmək lazımdır? Müxtəsər magistrını 2 dənə dairəni bilməlisən. 1. Bilməlisən ki, A kvadratı çıx 2AB üstəcə 5 kvadratı nəyə bərabərdir? A sıx B-nin kvadratına. Bir də bilməlisən ki, A kvadrat sıx B kvadratı nəyə bərabərdir? A sıx B, A plus B. Amma burada da sən
məntiq, bilik və bacarıqlarını inkişaf elətdirməlisən ki, deməli, A-nın üstü 4 yazıram, A-nın kvadratının kvadratı. Bunu sonra məsələ yazıram, A-nın kvadratı xüsusun 2A, üstəgəl 1. Bərabərdir. Deməli, A-nın kvadratının kvadratı xılsın. Bu nəyinci üstürdür? A artıq 1-in mörtəzə kvadratı. Bu da bərabərdir. Deməli, A kvadratı xılsın. Başa bax, bu elə bir A hərfidir. Bu da elə bir B hərfidir. A kvadratı sırf A, bu mənfiyə görə birinci yazanda. Üstəgəl 1 də olacaq A kvadratı da ikinci qrup deyilikdə, birinci qrupluqdaya bunu yaza bilərəm. Plus A sıxılsın 1. Bu hansılar A kvadratı sıxılsın A üstəgəl 1, A kvadratı üstəgəl. Elə A variantıdır, düzdürmü? A variantı. 6-cı sual oldu belə. Sonra 7. 7-ci sualda nəyi bilmək lazımdır şagirdlər? 7-ci sualda y bərabərdir. Loqaritma A əsasdan 2. Və deyil, fərqi yoxdur. Demişdik ki, A-mız böyükdür 0-dan, A-mız fəxridir 1-dən, indeksdir. X-imiz isə həmişə böyükdür nədən? Yəni, bu həmişə böyük olur, burada nə yerləşirsə, nədən böyük olur? 0-dan. Deməli, bu nədən böyük olacaq buranı? Nə edəcəm? X plus x böyükdür 0-dan. X böyükdür mənfi 1-dən. Deməli, bunun təyin oblastı deyil. Təyin oblastı deyilsi sorusuz mənfi 1-dən müsbət sonsuzdur. Cavabımız oldu Y variantı. 8-ci sual. 8-də şagirdlər nəyi bilməlidir? Yəni, qayda olaraqdan. Bunu bilməlidir ki, y bərabərdir. A sinus Kx üstəgəl B kosinus Kx-dən. Sizə nə soruşur? B-nin hansı müsbət qiymətində? İndi burada kosinusu verməyib. Kosinusu verməyib. Əslində, onu necə eləyə bilərəm? Bu tərəfə. Aha, səhv eləyəcək də. Bunu belə verir. Bir dənə ifadə ilə verir. A sinus Kx üstəgəlinsin, deyək ki, bir dənə sərbəstə deyil. Elə bizim o burasını. Aha. Deməli, sinusun bir bilik ki, bizə onu elə də yaza bilərik. Elə də yaza bilərik, belə də yaza bilərik. Deyərik də, otur video səfalanat olacaq. Aha. Deməli, müsbət qiymət gəldə sinusdan böyük qiyməti necədir? Bunlar nə vaxt bir-birinədir? B-nin hansı müsbət qiymətində y bərabərdir. Bunu yerinə 1 qoysam, bunlar bərabər olar. Müsbət qiymətindədir, düzdür mü? Deməli, bu birinci nə olar? 2 üstəgəl B-nin kvadratı bərabərdir. 3B üstəgəl 12. B-nin kvadratı çıxırsan 3B. Bunu da belə çıxarsam, çıxırsın 10. O nədir toplayanda? O nədir toplayanda nə verir? 3 verir. Mənfi 2 ilə 5. Bu qabına 5 demişdim da. 5. Çoxlu uşaqlar külçülü edildə təxmin şeydir ki, burada ben kosinus masinus koysadım. Sağ səhv edəcək. Başa düşdü. Bildik, sinüsündən böyük qiymətliklər 1. Kosinüsündən böyük qiymətliklər 1. Müsbət qiymətində dediyinə görə verdim onlara nə? 1 verdim. Beyin hansı bir ən böyük funksiyası, ən böyük qiymət alır? 5 qiymətində. Sonra neçə oldu? 7, 8 keçdik, 9. Burada nəyə bilmək lazımdır? Deyirsiniz, trapezlərin diagonalı orta xətti, trapezlədir, diagonalı orta xətti, bax bunun diagonalı orta xətti hansı nisbətində bölür?
3K, 4K. Burada biz bilirik 2 dənə üçbucaq var. Biri budur. Burada üst kartda bura nə olacaq? 6K. Biri də budur. Burada 4 kartda bura nə olacaq? 8K olacaq. Aha. Deməli, bu da orta xətti deyir şurada. Onu elə yazılsa, belə öz başımıza yaza bilmərik. Təbii ki. Bir ortacaqlar, səfirkanın orta xətti nə qədərdir? 42-dir. 7K nəyə bərabərdir? 42-yə. K-mız nəyə bərabərdir? 6-ya. 8K'dan 6K çıxsam 2K, 6'yı da 2'ye vursam ya da parif yerine yazsam bu 48, bu da eləcək 36. 48'den 36 çıxsam eləcək 12. Davamımız olacaq 12. Sonra 10-cu sual. Siz bilirsiniz ki uşaqlar həmişə üslü funksiya A-nın üstü 2 həmişə nədir? Müsbətdir. Misal 2'nin üstü x. X'ə nə verirsiniz verir? Mənfi də verirsiniz, müsbət də verirsiniz. Bu nə olacaq? Müsbət olacaq. Aydındır. Deməli, yuxarı həmişə nədir? Müsbətdir. Müsbəti nəyə bölməlik lazım sıfırdan böyük olsun? Aha, müsbəti nəyə bölsə sıfırdan böyük olar? Müsbətə. Deməli, bizdə nədən fərqli olmalıdır? Həm 2-dən, həm də nədən fərqli olmalıdır? 11-dən. Deməli, 11 çıxısının ikisimiz nə olmalıdır uşaqlar? Böyüsü sıfırdan. Mənfi x böyüsü mənfi 11-dən, x də kiçikdir 11-dən. Deməli, 2 daxil olmadığına görə uşaqlar, görsünüz, burada 2 daxil olmadığına görə. Mənfi 90 hara? 2-yə birləşir 2-dən 11. Cavab olacaq B variantı. Çünki 2 olsa kəsri məxrəci demişik nə olmalıdır? Sıfırdan fərqli olmalıdır. Sonra 11. 11. 11. Uşaqlar, ikinci sırada olsun. Cəmsi 27 saat izah edəcəm. Sərbəst səs. Sərbəst səs nədir burada? 3. Burada sərbəst səs nədir? 1. 3'ün kvadratı vur, 1'in kubu. 9 vur 1, bərabərdir 9. Cavab oldu yılacaq. 12. Hansı şərt ödənildikdə demişik ki Z1 bərabərdir A1 üstəcək B1'in həqiqi hissəsi adı xəyali hissəsi, inin yanında xəyali hissəsidir. Z2 bərabərdir A2 plus B2i. Həqiqi hissəsi A2'dir, xəyali hissəsi B2'dir. Fərqi siz xəyali ədəd olar. Siz xəyali ədəd olması üçün A1 ilə A2 bir-birinə bərabər olsun ki, tək çıxanda A1 ilə A2 bir-birinə bərabər olmalıdır ki, sıfır eləsin. B1'dən nədən fərqli olmalıdır? B2'dən fərqli olmalıdır ki, siz xəyali ədəd olsun. Bu da nə olacaq? A1 bərabərdir A2'yə, B1 fərqlidir B2. Tam həll. 13. 13'də nəyi bilməlisən? 13'də çevrə, qövüz, bucaq, bərabər yanlış bucaq. Birinci bilməlisən, bax burada şərt verir. Bu, bərabərdir nəyə? Buna. Deməli, bu alifaddan bura nədir? Alifadır. Bizdə demişdim ki, eyni qövsə söykəndiyinə görə toxunanla və tərlə mələcəsidir bucaq, daxili bucaq. Bu da alifadır. Bu, bilmək lazımdır. Onu biləndən sonra bir də tərdən biləm. İzah eləmişdim ki, toxunanla və tərlə mələcəsidir bucaq, hansı bucaqdır? Daxili bucaqdır. Bu alifadırsa, daxili bucaqdır. Qövsümüz neçə alifadır? 2 alifadır. Onda bu daxili bucağımız eyni qövsə söykənirsə bu neçə alifadır?
yarısı 40'dır, yarısına bərabərdir. Deməli bizə TAB. TAB. Bura neçə dərəcədir? 80 dərəcədir. Ya üçbucağa görə baxdan tez-tezdir, belə də zəif uşaqlar üçün zəifdir, 100 dərəcədirsə, burada belə bir üçbucaq alınır. Üçbucağın daxili bucaqlarının cəmi 180-dir. 180-dən 100 çıxaraq 80, 40 dərəcə bu olar, 40 dərəcə bu olar, 40 dərəcə bu olar. Burada yenə bir də üçbucaq var. TB A bucağı 80 40 gəlsə 120, bu da olar. Bu bucağı soruşur bizdən 60 dərəcə. Cavab oldu 60 dərəcə. Sonra devam 14. Bərabər yanlış bucağın ortacağına çəkilmiş hündürlüyü 20 cm, ortacağın yan tərəfə nisbəti. Burada da nəyi bilmək lazım? Deməli, bərabər yanlış bucaqdır. Bərabər yanlış bucağın ortacağına çəkilmiş hündürlüyü 20 cm. Ortacağın yan tərəfə nisbəti. Ortacağın 4'ün, deməli 2 ümumi 4K'dır. 2K. Yan tərəf nə qədərdir? 3K'ya nisbəti. Bucağın xaricində çəkilmiş çevirən radisi. Sən bilməlisən ki, bucağın xaricində çəkilmiş çevirən radisi el bərabərdir nəyə? A, B, C bölgəsə 4'dir. A'mız nədir? 3K. Burası neçə K? 3K. Vurulsun nə? 4K. Bölünsün 4 vurulsun. Bucağın xaricində bərabərdir. Baxın. S bərabərdir. Tərəfə bu tərəfə çəkilmiş. Hündürlük hasilliyi yarısına. Bu da eləyəcək 20 ilə 2 gedir 10. Bu da eləyəcək 40K. Nə elədi bu da? 40K. Deməli 4'dən 4 getdi. Xalarımız da getdi. Yuxarıda qaldı 9K kvadratı. Bölünsün aşağıda nə? 40. Bizim K kvadratı nə tər tapacaq? Bax, burada gördüyümüz bu düz bucaqlı bucaqdan hipotenuzun kvadratından katetin kvadratı verir cicək kateti. 3K'nın kvadratı kılsın 2K'nın göstərəcək kvadratı bərabərdir 20'nin kvadratı. 9K kvadratı kılsın 4K kvadratı bərabərdir 400. 5K kvadratı bərabərdir 400. K kvadratı da 80. Gətir koyacaq K kvadratı 80. 9 vurulsun 80 bölünsün 40. 80 ilə 4 gedir qalır 2. 2 dəfə 9 18. Belə bir cavabda demayla. Gəlmişdir. Başa düşdüm. 15. Deməli bunu deyəcəm. Ne görünür burada? Nöqtəsəl bulma düsturunu neyini? Yarı bölür. Tərəflərsə toplasaq. X'in kubu çıxılsın 3x kvadratı iyilik. Bəcər 3x iyilikin kvadratı çıxılsın iyilikin kubu. Bərabərdir 1. Bu nə verir bizə? X iyilikin mötərizə kubu. Bizə x iyilik bərabərdir 1. Sadə. Sonra 16-cı sual. Deməli bu neçədə neçəymiş? 12'də 12'ymiş. 12'də 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 1 gəlsən. 12'də 13 x bərabərdir 65. X də bərabərdir 65. Böləndə tərkib olardır. 13'də 12. Bununla bir edir 5. X bərabərdir 60. Sadə 1. Sonra 17. Üçbucağın tərəfləri 8 və 9. Onlar aşağı bucağın sinüsü. Deməli, sinüs alfa nəyə bərabərdir? 9'da 4. Bizdə bir S bərabərdir düsturumuz 2'də 1. A vur, B vur. Onlar arasındakı bucaq sinüs alfa. Və şəkildə çəkək. Deməli, biri 8'dir, biri 9'dur. Bunlar arasındakı bucaq. Bunun qiyməti, bu sinüs alfanın qiyməti 9'da 4'dür. Deməli, 2'də 1 vurulsun. 8, 9 vurulsun. 8 vur. 9'da 4.
9'lar gedir, 2 ilə 8 gedir, 4, 4 dəfə 4, 16. Cavabımız oldu 16. Sonra keçelim 18-ci sual. Bu da sadə uşaq sualıdır. Mənfi bu tərsinə çevriləcək 2-də 3, T-nin üstü 3, bu tərsinə fırlanacaq bilirsiniz, 2-də 1, bu da K-ın üstü 2. Hansı cavabdır? A variantıdır. A variantı. Sonra 19. 19. Bu üçüncü sual. Deməli şagirdlər, biz buradan 2-ni qabağa salsam, x-imiz çünki bax görürüz, cüt dərəcədən olduğuna görə bunun mənfi də müsbət kökü. Bunun kökləri çox olacaq. Yəni, mənfi ədədlər də bunun kökü olacaq. Çünki x-lər nədir? Cüt dərəcədən. İndi, məsələ burasındadır ki, birinci bunu yazılan ki, loqaritma 3 əsasdan 2, x-in üstü 4'ü necə yazacaq? Loqaritma 3 əsasdan x-in üstü 4 üstü 2 yazacaq. Çünki düsturumuz vardı, loqaritma a əsasdan b bu n olanda deyirdim loqaritma a əsasdan b üstü n. İndi burada da bu olacaq. Bunu uşaqlar, 4'ünü yox, bir dənə ikisini keçirəcəm bura. Olacaq 2 loqaritma 3 əsasdan x-in kvadrat. Bu da ne olacaq? 4 loqaritma 3 əsasdan x-in kvadrat. Şimdi bunu niyə belə yazdım? Olacaq bu. 4 loqaritma 3 əsasdan kvadrat 2 çıxılsın. 12 loqaritma 3 əsasdan x-in kvadratı çıxılsın 16 bərabərdir 0. Ne edəcəm? Loqaritma 3 əsasdan x-in kvadratına nə deyirəm? Kvadratı x-in kvadratına. Daha doğrusu buna nə deyirəm? Bir dənə deyirəm t. T vəzənə. Onda olacaq 4t'nin kvadratı çıxılsın 12t çıxıb 16. Hər tərəfini 4'ə bölsəm t kvadratı çıxılsın 3t çıxılsın 4 bərabərdir 0. O nə toplayanda 3 eləyir? Mənfi 1 ilə nə? 4. Deməli, aparıb bir dəfə t-ni yerinə nə qoyacaq? Loqaritma 3 əsasdan x-in kvadratı bir dəfə aparıb qoyacaq. Nə uşaqlar? Mənfi 1. Onda olacaq x-in kvadratı bərabər mənfi 1 gəlir minəcək 3'ü. Üstü mənfi 1. X kvadratı bərabərdir 1 bölü 3. X də bərabərdir plus minus 1 bölü kökdə 2. Deməli, 2'dən kök buradadır. Bir də aparıb nə edəcəm? Loqaritma 3 əsasdan x-in kvadratı bərabərdir. Bu sualı görəndə rəyəxların vahid yadımıza düşür. Aha. Nə tapmışam? 4. X-in kvadrat bərabərdir. 3 üstü 4. 81. X də bərabərdir. Plus 9. Deməli, 4 dənə bunun kökü var. Bunları bıraq bilinə. Bir kökümüz mənfi 1 bölü kökdə 100. Bir kökümüz müsbət 1 bölü kökdə 100. Bir kökümüz mənfi 9. Bir kökümüz müsbət 9. Mənfilər bir-birini 7. Köküsü kökdə 3'ə vuranda 3. 3 ilə 9 getdi. 3 dəfə 9 21. Cavab oldu 21. Sözdən bəzi yaxşı adamlar yaxşı xatırlanır. Belə. Yəni, bunun üzərində nə eləmək lazımdır? 2 dəfə məşq eləmək lazımdır. 2 dəfə bu məşqlərdə oturuşdur. Ortadağı üstüzaq olan prizmanın neçə üzü var? Prizma deyəndə siz nəyə nəzərdə tutursunuz? Bax, prizma. Ortadan. Şimdi 3 bucaqlıdırsa üst bucaq. Deməli, ortadağı üst bucaqsa 3 dənə yanlarında bir aşağıda bir yuxarıda. Neçə dənədir? 5 dənə. Sonra 21. Nəyi bilmək lazımdır uşaqlar? AB arzudan asal ədədlərdir. Arzudan asal ədədlərin əkobu nədir? Onların hasili. Əbobu nədir? 1. İçində 1'ə vuranda
Deməli, 3AB bərabərdir 60'a, AB bərabərdir 20. Cavabımız oldu 20. Sonra 22. Bunu da geçmişik. Bunu rahat yolda yazabiliriz. Birinci neyi yazar? Burada neye? Ahrıncıya. 0,4 ne demektir? 9'da 3 yani üstəlik yazırsan. Bak böyle bir şey Pınar'la. 0,4'ün 9'da 6 o da 3'də 2 yazırsan. Yukarıda ne sədən 2 var? 1, 2, 3. 2 vur 3. Bu da eləyəcək 6'da, bu da olacaq 9'da 2. Bu da 6 vurulsa ne? 2'den 9, 2 ile 6 gelir. 3 defa 9, 27. Cevap olur 23. Peki, silindirin yan çərçivəsinin açılış diagonalı, silindirin demişdik, silindirin yazıyıq. Birinci bunun açılışı ne yazar? Açılışında ne verirdi? Bir düzzacıqlı, bir dənə dairə yuxarısında eyni, bir dənə də nə? Aşağısında. Bu da 2 pi erdi. Bu da 2 pi erdi. Burada nədir? Hündürlüyü. Deməli, silindirin açılış bucağına nə verir orada? Nə verəcək? Düz bucaqlı. Açılış bucağında səsin açılışın diagonal ortacaq müstəvidir. Deməli, bax, bunun tərəfi, onun nədir? Müstəvisidir. Deməli, bu da olacaq. Nə olacaq? 60 dərəcə. Burada bir işin 2 pi e'dir. Açılış ortacaq müstəvidir 60 dərəcə uzaqlara gətir. Düz uzaqlıdır. Silindirin həcmi. Həcmi də biz bilirik nədir saxlar? V bərabərdir. Silindirin həcmi S oturacaq vurulsun H. Yəni pi L kvadratı vurulsun H'dır. Gözlə P'mizin də qiymətini verir. P'mizin də qiyməti. Bu bərabər nə edir? 18 köydürsə. Deməli, P'miz nəyə bərabərdir? 3 L kvadratı vurulsun H bərabər 18 köydürsə. Bölsəm L kvadratı vur H bərabərdir 6 kök 6 isə. Aha. İndi iş bundan sonra bizə lazımdır ki 30 bu nəyə bərabər uşaqlar? P'miz 6 L'dir. Hündürlüyümüz. Deməli 30'un qarşısı. Deməli bu da 30. Deməli 60 dərəcəli bucaq qarşıdaşı katil. 30 dərəcəli bucaq qarşıdaşı katilin nəyinə bərabərdir? Kökdə 3'ün üstünə bərabərdir. Onda burada nə olacaq? 6 kök 6 3 S. Hündürlüyümüzdə nə oldu? Deməli, elin 6 kökdə nə? 6 kökdə 3 S. Bərabərdir 6 kökdə 3'ə. 6 kökdə 3'də gedər. Elin kubu bərabərdir 1'ə. Elin kubu bərabərdir 1'ə. El də bərabərdir 1'ə. Elimiz 1'sə. Deməli, bura nə olacaq uşaqlar? 6'dır. Bura 6 kökdə 3 olacaq. Bizdə amma nəyə soruşur? Bizdə bunu nəyə soruşur? Aha. Deməli, 30'un qarşısı 6'dırsa, onda bu nə olacaq? 12 olacaq. Cavabımız oldu 12. Kəsin bir şey yoxdur ki. Bunun da üstündə gedib, qəşəng məşq eləmək lazım. İndi bunu da üst kanala girəcəm. Abone olmalı ve zingurozdan basmalı unutmayın. Sonra 24. Burada faktorial məsələsi. Deməli nədir? Uşaqlar, ən kiçiyini götürəcəm mən. Burada görürsünüz 2'dir. Mən 2'nin faktorial götürsəm, hər dəfə üstə nə gələcəm? 1. Olacaq 2'nin üstə gəl 1. 2'nin üstə gəl 2. Burada da 2'nin faktorial. Basaq, bunlar ki. Sonra n plus 1'i nə götürəcəm uşaqlar? N plus 1 faktorial. Hər dəfə üstə nə gələcəm? 1 gəlsən n vur
n plus 1 bərabərdir 5. Burada da bu nə var? N sıx 1 faktorial. Deməli, n sıx 1 faktorialımıza getdi. Yuxarıda nə qalır? 2n üstəgəl 1. Buradan 2-ni mötərizə xaricinə çıxaracaq. Buradan 2-ni çıxaracaq. 2 vur n plus 1 bölünsün. Burada qalır n vur n plus də 1 bərabərdir 5. N plus 1-lər gedir. Deməli, 5n bərabərdir 4n üstəgəl 2. 4n belə çəkilən. N bərabərdir 2. Cavabımız olacaq nə? 2. Aydındır? 25. 25. Bu qəşəng sual. Deməli, şagirdlər, ən birinci nə edəcəm uşaqlar? Məqsəd fərqlidir nədən? 3-dən. Məqsəd nədən fərqlidir? 3-dən fərqlidir. Deməli, kosinüsün ən böyük qiyməti neçədir? 1. Ən kiçik qiyməti mənfidir. Bax, aparıb 1 də versən, mənfi 1 də versən. Bu ifadənin qiyməti nə demişəm? Mənfidir. Mənfiyi nəyə vurmalıyam ki, kök altı ifadənin qiyməti olsun? Mənfiyə. Deməli, bir şeyin mənfi olması onun x kvadrat sıfırın 9 2 üstəgəlisin 14 kiçikdir sıfırdan. Kiçik olanda bərabərsə demiş, o nədir toplayanda 9 edir, vuranda 14 edir, 2 ilə 7 aralığı. Amma 2 ilə 7 aralığında 3 ödəyəcək mi bunu? Böyük, daha doğrusu uşaqlar, böyük bərabərli olmalıdır, kiçik bərabərli. 2 də daxildir, 0 ola bilər, axı kökün altı. 2 də daxildir, 7 də. Deməli, 2 plus 3 yazacaq mı? Xeyr. 4, üstəgəl 5, üstəgəl 6, üstəgəl 7. 6, 11, 25 mi edik toplayanda bunlar? 2 üstə 4, 6, üstə 5, 11, 24. 24. 26-cı sual. Deməli, 26-cı sualda yuxarıdan x-in mötərizə xaricə çıxardaram. Bu neçədir? 2. X də bərabər nəyə bərabər olur? 4. X-imiz 4-dür. 4-dən nə çıxsa 2 edik. İlkimiz də 2. Bizdən də x üstəgəl 2 soruşur. 4 üstəgəl 2 bərabərdir 6. Cavabımız oldu 6. Növbəti 27-ci sual. Burada nələri bilmək lazımdır? Nələrə diqqət eləmək lazımdır? Diqqət edin. Deməli, cüt dərəcədən olanda, siz bilirsiniz ki, bura 2, burada anüsü 2 olanda nə olurdu? Modulda olurdu. Burada əgər tək dərəcədən olanda həmişə nə çıxırdı? Özü. Özü. Deməli, A-mız da bilirdik ki, böyük bərabərdir 0 olanda moduldadan nə çıxır? A. A-mız da kiçik bərabər 0 olanda moduldadan nə çıxır? Mənfi A. Deməli, birinci sualda, əgər bu çıxsa, 4-cü dərəcədən verir A-nın üstü 4, buradan da modulda A və bu da bərabərdə A çıxırsa, deməli, A-mız nəymiş burada? Böyük bərabər 0 imiş ki, moduldadan açdır. Nə olacaq? 0-dan müsbətdir. Birən ayğın gəldi C. Ən kiçik qiymətlər var deyək. Yox. Başqa şey yox. Tək olanda uşaqlar nə olur? Elə özü çıxır. Ona görə nə olacaq? A-nın istənilən qiymətlərində doğrudur. Bir A0-dan böyükdür. İstənilən qiymətlərində doğrudurmu? Bəli. 2-yə nə uyğun gəlir? A 3-ə. Deməli, burada 6-cı dərəcədən A6-dan modulda A çıxıb, oradan da mənfi A çıxıbsa, demək A kiçik bərabərdir 0-dan. Mənfi sonsuzda 0. Ona nə uyğun gəlir? Aydındır. Siz dəxlərin kimsə deyir ki, mənim nə dedi? Bir söz də deyirəm kimsə. Demişdi nəysə? Belə. Çalışacağım bu şəkildə. Təbii ki, evdə də onlayn sınavlarımız olacaq.
Sən də əlavə edəcəm, Allah qoysa. Evdə o mənzəflər olacaq. Və burada da. Sualları da bu şəkildə izah edəcəm. Belə ikinci bir əsər müəllim yoxdur. Tapsır deyilmədə dəsin. Sualları bu şəkildə izah edəcəm. Müəllimdən tapsır deyilmədə dedim o yanına. Yaxşı. Hamıza uğurlar. Növbəti sınavlarda görüşərik. Sağ olun.